Arzu yayında Mahirdən ayrıldığını açıqladı. Mən onu düz yola qaytarmaq istədim, amma o istəmədi. O içki içən adamdır. O istəyir ki, onunla qabaq-qabağa oturub içki içəsən, amma mən elə insan deyiləm. Bundan sonra mənə lazım deyil. Getsin öz həyatını yaşasın, xoşbəxt olsun. Efirə çıxıb bu barədə öz açıqlamamı da verəcəm. Buyurun videonu izləyək. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Efirə diqqətlə baxarsınız, görəcəksiniz. Vallahi nəfəs. Çox sağ olun Nurani xanım. Allah razı olsun. Allah köməyində olsun. Kiməsə də düzgün yola gətirəndə səhv yola gedir. Getsin səfil həyatını sürsün, getsin kimsənin evinə, getsin kimsənin evi ola bilər, maşını ola bilər. Amma bəli. Gülistan, əleykümə salam Gülistan. Necəsin? Gördün, nə yazdılar? Tugildəydi. Bəli, onlardaydı. Bəli, ayrılmışam. Mən heç də dincəlmədim. Düz deyirsiniz. Yo, barışası deyiləm. Heç gün mümkünatı yoxdur barışası. Çox sağ ol Səbəcət xanım. Zamin teşekkür ederim hediye atanlar için. Kesenize bereket. Allah cebinizi dolu verir. Çünkü alışmışam. Elimden alan bu mənim üçün adi. Zamin teşekkür ederim. Heç də 8. Çünkü mənə bir tuhaf gəlmir. Çünkü alışmışam. Sərdən yazırlar da baxmısınız. Çok sağ ol Zamin. Bəli, ayrılmışım. Ama ne verdin Allah'ım? Cilt verdin mi de değil. Neden? Sen dulu. Daripada Ben tanımadığım insan koşmuyorum. Çıkırlar söyler ürem kurban ona göre. şimdi ne kaybetmiş ya. Gel buradaydı bana. Selam aleyküm.
Sağ olun. Necəsin ca, ne var ne yok ca, Arzu. Yaxşı. Ben senden ötürü öyle var ca. Benimle evlene var mısın ca? 10 tane koyunum, 20 tane hayvanım var. Sağlık alırım, özüm Bakıdanam. Can Nurana xanım, can. Cənab, təşəkkür edirəm hər gün üçün. Var olasınız. Allah razı olsun. Kim nə atırsa, Allah köməyində olsun. Alo, Bəli, salam. salam. Necəsiz Arzu? Yenə də şükür, yaxşı. Arzu, düz qərar verdin, amma gecikdin qərarıma görə, amma əsl elə gözəl qərar sənin üçün budur. Mən açıqda qalmayacağam. Mən tutulmayacağam. Mən yenə də anamın evinə qaydası da deyiləm. Danışmayacağam. Arzu, bilirsən nə var? Heç kimin evinə qayıtmağa ehtiyacın yoxdur. İş qəbiliyyətin var, Allah şükür. Düz deyir, burada hamısı istənir sənə. Burada sənə o sözlər yazılır. Sən düzdür, bəlkə də ürəyi yumşaqlığından, nəsə də ürəyinə sevgi baxmır, yaşdır, çoxdur, azdır, başa düşürəm səni. Amma ki, doğru qərar vermisən. Gözün Zaur müəllim də bu qərarda sənin arxanda durmadı. Sən yenə də öz bildiyi eləyirsən, həmişə də axırda peşmançılığını çəkirsən. Axı bu sənin başına birinci... Peşman da deyiləm. Yox, Arzu, biraz özünə gəl. Biraz özünə qayıt. Gör, bir gözünü aç böyrə başa yaxşı bax, gör nə deyirlər. Yəqin ki, səni 5-i istəmirsə 15-i istəyib deyir ki, bu qərar, bu yol səhvdir sənin üçün, Arzu. Ailə qur, gözəl sənin ailən olsun. 5 gün biri gəlir sənin yanında qalır. Valla onların adını sən yüksəldirsən. Onlar tanınmırdı, sənin səyğanda tanındılar. Kim tanıyırdı ki onları? Heç kim. Orası elədir. Çünki mən çəkdiyim insanları düz yola dəvət edirəm. Çox maalesef ki, alkaş döləm, içən döləm. Amma səndən istifadə edirlər. Səndən istifadə edirlər. Kişilərə də bu xas olur ki, içən qadın, özünü sitəyə aparan qadın. Arzu, səndən istifadə edirlər. Bir də tutunun dersən yanındadır. Tutudan da sənə neçə dəfə zərbə dəydi. Sən niyə tutu ilə yenə bir yerdəsən? Mənlik deyil bacı. Mən onunla bir yerdə deyiləm, o burada da deyil. Amma dünən eşitdim. Tutunun yanında da elə lap yaxşı. Elə tutu ilə ikisi də elə yaxşı tuturlar. Yəni bu yoldan dönmə, ayrılmısan, öz yolunda get. Al işdə, qoy cahamat sənə məsələn baxsın, həsrət aparsın ki, Arzu da ayağın üstündə durdu. Sən məsələn anana ehtiyacın ola bilər. Sən özün bir yekə qadınsan. Sən kimisə əlinə baxmalı deyilsən. Anan atan yeri gəndə sən baxmalısan aniyatıya. Anan atan yanına niyə gedirsən ki? Anam da bilir ki, mən onların işində işləyirdim. 300, 400, 395 manat maaş alırdım. Boynumun sepini almışam, özüm almışam. Ya anam köməkli fiyatam. Buna yenə də işimə qaydacam. Yenə də işimə qaydacam. Mən bir şey olmayacam. Kirəmi də tutacam. Kirəmi də qalacam. Malicəmi də elətdirəcəklər. Mən qalmayacam. Vay o adama ki, vay özü qalacaq, özü türmələrə düşəcək. Heç kəs arxasında. Mən yenə həyatımı yaşayacağam. Bəli, Arzu. Mən yola dəvət elədim. Mən bu yaşa. Malcələri elətdir. Gözün Zaur müəllim də sənə dedi ki, Arzu, bu yol deyil. Bilir də Arzu, bilirlər, görürlər də bunun axırı. O göy axıra qədər səni gedib sən alacaq Mahir. Sən neyinirsən Mahiri? Sən neyinirsən Arzu Mahiri? Ağlı başına top elə, bu qədər də sözü niyə götürürsən? Kimsə sənə nəsə deyir, kimdən ötürür? Hamı yazır ki, Mahir adam elədim. Bu sığınacaqda da dedi ki, Mahir adam oldu. Amma adam olmaq istəmirlər. Çox maalesef, çox içən də deyiləm, alkaş da deyiləm. Gərək hər gün içərdim. Mahirə elə adam lazımdır ki, içən, ondan içən, alkaşlıq eləyən. Mənə heç də lazım deyil. Mən geçsin, Allah xoşbaxt eləsin, yolu açıq olsun. Kim onun evinə aparırsa, o evi də tanımırdı. Kim aparırsa, dörtlükdə aralarında Allah xoşbaxt eləsin. Mən deyiləcək başqa sözüm yoxdur. Mahirlə də bağlı söhbətim inşallah verişdə hər şey açıq aydınlıq deyəcəm. Belə də ki 3 manat sənə borcum var bacı. 3 manat verəcəm. Mahir
evinə gəlib Mahir də sənin 10 manatını versin. Yaxşımı? Mən sənə pul verəsi deyiləm. Kim gəlir gəlsin. Mən 3 manat bəli tutuya borcum var, onu da atacağım. Sənin o söyüşün var ya, axşam birləşdirdin ha. Axşam birləşdin, düzdür. Birinci mən söydüm sənə. Amma dalla da sən mənə səs atdın, söydün. Atan, əminə də səs atmışam, əmin də səs atıb atmışam qaynar xəttə. Yolun açıq olsun. Mən yenə də onlayn işimə qaydacağım, öz işimə qaydacağım. Həftəmə 395 manat alıram. Mən açıqda qalmayacağım, heylə demiş. Müalicəmi də götürəcəm, gedəcəm. Birinci gün mən Natiq doktor mənə deyib ki, gedəcəm. İnşallah da müalicəm də olacaq. Ya anam var, ya atam var. Göydə ya bir Allahdır, bir mənəm. Mənim həyatım darmadağım oldu. 13 yaşından darmadağım olub mənim həyatım. Başa düşdün? Dünən mən hər şeyi açıqladım dedim. Qarın süfrədə öyle açıq qoyasın. Elə deyirsən, atandı, anandı. Vaxtında yanımda olardılar. Vaxtında. Canan, teşekkür ederim hediyen için, var olasın. Aziz, teşekkür ederim. Var olasınız. Allah kəsənizə bərəkət versin, harcaya dəstək olun. Allah cibinizi dolu eləsin, Allah başınızdan töysün. O bir dənə gül, 2 dənə videotunluq hədiyyə də açırsınız. Allah başınızdan töysün, qabaqdan yeni ildə gəlir. Cənnət mələyə teşekkür edirəm, əziz, teşekkür edirəm. Var olasınız, Allah canınızı sağ eləsin. Bəli, ata ayrılmışıq. Çox sağ ol, yer. Ramal, teşekkür ederim, var olasın. Allah kəsənizə bərəkət versin. 313, teşekkür ederim. Allah köməyinizdə olsun. Bəli, Allah böyükdür, əqrəb. Orxan User, teşekkür ederim, var olasınız. Bəli, Amir. Teşekkür ederim, var olasın. Allah köməyinizdə olsun. Allah razı olsun. Allah sizə dəyməsin, yaxşı insanlar. Kim ki nə hədiyyə atırsa Allah min əvəzini versin. Allah atasına, anasına can sağlığı versin. Get. Şeye dinə, bibiyə. 3 dənə çuxol versin. 3 dənə də balın cücü. Nalə bibiyə tez ol. Teşekkür ederim hediyem için. Çırt var. Deyən getmə. Getmə. Nalə bibiyə sonra. Var olasınız. Ondan işi bilirəm. Şey gəncə çaldı. Ver də, bura gəl demə.
Şıkırma. Yok reklamıyorum. Girebilirsen. Atır özünüzde bak. Arkadaşlar var. Lale bibi. Ben başıma gördüm canım bibi. 3 tane prasıyla verirsən. 3 tane de baloncucu verirsən. Sen başıma dönün. Kurban olun. Bir dənə də bununla versin. Ondan Aa buna diyorsun ne? Benim ben sen tuttum. Bacın kimlə bacın Sakit dur. bacınkini götürəcəm. götürməyəsən. Mən üstü açıq yazacağım, anam da. Cənnət mələyi təşəkkür edirəm hədiyyən üçün var olasın. Kəsənizə bərəkət versin. Allah razı olsun. Ama diğer tanışıracağım. Prosto sizinlə dərdləşmək istəyirəm. Sizin yanında, siz mənim yanımda olun deyə. Atası Allah köməyinizdə olsun. Allah razı olsun. Allah min əvəzini versin. Başqa deyəcək bir şeyim yoxdur. Zaten xəstələmişəm. Paltarlarım da yox, kutqam da yoxdur. Yəni evdən də göndərmirlər. Bəlkə sabah getdim Bərdəyə. Gedim paltarımı götürməyəm. Günəş təşəkkür edirəm, var olasın. Yaxşıyam Cənnət. Bəli, ayrılmışam, Coşqun ayrılmışam. Tamam. Şimdi biz o zaman seni kolayla bir şey yapmazsan sen bir şey Salam Arzu. Salam Qəmzəli, salam. Necəsən bala? Belə də yaxşıyam. Arzu, axıra qədər mənə qulaq as, bir ana kimi sənə bir söz deyəcəm. Heç kim başqa oradan kimsə müzakirə eləməz. Qızım, bax, mənim də talihim çox pis gətirib qızım. 12 ildir anamı itirmişəm, yana axtarıram. Çox pis gətirib mənim talihim qızım. Bir uşağımla talihim dağıldı, ata evinə getdim, yoldaşım narahat idi. Çox əzablar çəkmişəm. Bax, inan Allaha. Anonu isti qucağından başqa heç nə sənə şirin olmayacaq qızım. Get yazdıqda nə olub, anondan da, atondan da üzr istə. Get otur anonun yanında qızım. Burada sənə heç kim kömək verməyəcək. Özün də xəstə adamsan. Sən hara qaçsan, ata-anan qaçacaq dalınca qızım. Ondan bundan sənə heç nə. O bu sənə deyər, hə belə elə, hamısı yalan söhbətdir qızım. Sənin dar günün olanda, yaşın gedəndə, düzdür demirsən ayrılmışam Mahirdən. Allah şahidim olsun sənə yaxın durmayacaq. Tək balamın canına and olsun. Bax, mənim talihim dağıldı, 25 yaşına getdim, 27 yaşında ailəm dağıldı, qızım. Mən ömrü boyu ailə qurmadım. Ailə qurmadım. Ona görə ki, üzr istəyirəm bütün burada olan qeyrətli kişilərdən. Kişi azalıb. Başa düşsən qızım? Get otur, atovu, anovun isti yuvasına. Get atovu, anova deyinə ki, bu həyatda mənim üçün bir parça, bir yer ki, mənim üçün verin mənə. İnan Allah eləyəcək. Yox, mən anamla ya anam ya da sən ola bilər ki, sən valideyn yaxşı olan, mənki yaxşı olmaz. Bu bir. İkincisi də ki, mən Allah şükür onlayn işində işləyirəm. 395 maddə maaş alıram mən həftəmə. Mən heç vaxt peşman olmayacağam. Peşman olan olacaq, türməyə düşən o olacaq, mən olmayacaq. Düzgün yola gətirdim. O düzgün bu yola başa mənə vurxunurdu ki, axşamki gedək. Özü bilər. Mənə bax, sən bu dəqiqə xəstə adamsın. Sənə bu dəqiqə müalicə lazımdır. Sənin üstündə yanında dayanan lazımdır. Sən heç keyfi istəyəcəksin düzgün yola, sizə beş gəlib, sənə lazımdır. Get ata-ananla barış, yaxşı, sonra get işlə. Get ata-ov, ana-ov yanına. Nə eləmişəm deyən ata-ana, məni bağışlayın, halal eləyin. Əsəbi olmuşam, xəstə adamam, səhvim olub. Get valideynlər, yaxşı, yenə get işlə. Ancaq get valideynlərimlə barış. Get barış. Onlardan barışmam. Bir valideyn qızına qəhbə sözü deyim, mən onunla barışaram. Yox, indi ana da bəlkə nəsə olub ki, deyib də, elə belə deməz. Deməz ana elə söz balaya. Nədir istəyirdi, o valideyn o sözü çıxıb canlıda deməzdi. İndi o elə belə deməz də, nəsə olub ki, deyib də. Gülüm, təşəkkür edirəm. Mən valideynlərimlə barışası da deyirəm, barışmıram da. Valideyn o sözü deyir, 1300 nəfərsiz valideyn o sözü deyir, oturur, kartları var ya əlimdə. Ayrılmışam ha ürəyim. Mən Mahir Muhir adını çəkməm burada. Nervlərlə. Xahiş edirəm. Ayrılmışam, vermişəm. Sənə bakayım. Al, deyil, verirsin. Çikolata pastayı. Al.
Şimdi o marmarit səndən də gözəl veriləcəksən. Mən xəlbət deyirdim, mən xəlbət qıdasına satmışım, o xəlbət gətirdi bizi. Yatasan indi 2 gün bitirdi, 200'da. Yatasız, Mən normalde evde üçümüz de yatasız. Çok dəyişənlərdir. Salam Yediş Salam hoş geldin Süleyman. Teşekkür ederim hediyen için var olasın. Allah Marmarit cümleniz. qoymayacaq dəyişməyə, sən baxarsın. Gülüm teşekkür. Allah kesene bereket versin canım. Kraliçe teşekkür ederim hediyen için var olasın. Məsələ dağdan. Mənim ömrəsi var, mən atıram da, sən satıram. Bu olmamış çömçək, tərsin bir satacaq. Gülüm teşekkür ederim. Siz sütme yat yerinden. Git uzan yerinden. Gel gel. Kim gəlir verişə gəlsin, mən heç kəsdən də qorxmuram. Üzləşməyə də hazıram. Çox sağ ol gülüm, var olasın. Buradan gelir verilişe. Atan. Bilmirəm kim gəlir, yazıb ki verişə gəlin, bildim gəl. Heç kəsdən də qorxursan yox. Bir dənə Allahdan qorxum var. Hakkınka teşekkür. Allahu Ekber. Sonra peşman olasın. Ben hiç peşman da değilim. Tuttuğum əməldə də peşman değilim. Anamı itirdiyimə də peşman değilim. Heç vaxt peşman olmamışım, olmayacağım da. Kraliçe teşekkür ederim hediyen için, var olasın. Allah kesene bereket versin. Gələcəksən bugün sürpriz edəcəm sənə Arzu. Nə sürpriz edirsinsə davanıza da hazıram. Sözünüzə də hazıram. Gəlin. Serhat. Sürpriz hazırlamış. Mən çox davalarım olub verilişdə. Problem değil, gel. Karol teşekkür ederim hediyen için, var olasın. Nono teşekkür, kesene bereket. Allah köməyinizdə olsun yeni il qabaca. Allah min əvəzini versin. Çox sağ olun Nono, teşekkür ederim. Bilmirəm Mahir hardadır. Mən maraqlı deyim. Mahirin adını tutmayın burada. Kim yazacaqsa Mahirə atacağım, səsinizə geçsin. Bəli, yiyəsi şeyim. Onu düz deyirsən, yiyəsi şeyim. Kasıb oğlan, teşekkür ederim hədiyyən üçün. Çünki yiyəm olsaydı, nəinki Mahirinə, o birisilərin də ağzını susturardı. Bürcüm qızdı, qız. Sentyabrın 11 olmuşam. Sizə teşekkür ederim hediyen için, var olasın. Ben bürcüm balıqdır. Atan senin hakkında pis danışır. Bəli. Ana ürəyə teşekkür ederim. Var olasınız. Salam salam Raul salam. Meryem teşekkür ederim. Kesene bereket bacı. Allah min əvəzini versin. Saatini seviyorum. Eyüplu teşekkür, var olasın. Haycan kraliçe, haycan. Suskun teşekkür. Allah köməyinizdə olsun. Nə açırsınızsa Allah köməyinizdə olsun. Allah razı olsun. Ay bacı, aç pulma, aç pulma. Burada kimdi kredi? Cəmaət özünü gücdən dolanda. Kimdi burada kredit alan? Bir yazmışsınız, 2 yazmışsınız. Cənnət mələyi, teşekkür ederim. Ağlamamışım, Ekucuğum, yatıp duranda gözlerim, ayaklarım belə şişir. Hacıyeva, teşekkür ederim Hacıyeva. Allah kesin, Allah sen de xoşbəxt eləsin.
hədiyədir. Bəli, ayrılmışam. Bəli, papatiyaya gedəcəm. Nömrə bir xəttdə. Vallahi bilmirəm mən niyə kimi adam eləmək istəyirəm, adam olmur. Neyniyim, nağarım, nətər eləyim? Ayka, teşekkür ederim. Kraliçe, teşekkür ederim. Koca baba, teşekkür ederim hediyen için, var olasınız. Cennet meleği, kesene bereket. Adın xırtı hərfdədir, görmürəm. Bəli, hər şey boşdur, canı sağlıq olsun. Düz vuruldu, qəmli gözlə. Teşekkür ederim hediyen için, var olasınız. Kesinizə bereket. Allah köməyiniz olsun. Məni qoş, kraliçə yaxşı qoşuram. Çox sağ ol, Cənnət mələyi. Salam Arzu, necəsən? Yaxşıyam Ayrəm, sən necəsən? Yaxşıyam, çox sağ ol. Sənin fanatınam, həmişə bizimlə, sən də sənə baxıram. Sən teşekkür edirəm, var olasın. Hədiyələr üçün də Allah köməyində olsun. Çox sağ ol, var ol, xoş da. Kesinə Bizimlə sən başlaya, sevə-sevə evdə ailələrimizlə sənə baxırıq ki, Arzu oradadır. Çox sağ ol, Allah razı olsun, Allah köməyində olsun, Allah atan-ana can sağlığı versin sənə də. Çox sağ ol, Allah köməyin olsun. Ən çox da anam baxır, deyir, çörməyin o yüzden, kanalı dəyişməyin, deyir, Arzu oradadır, Arzuya baxacam. Allah köməyində olsun, Allah uzun ömür, can sağlığı versin hər valideynlərə. Valideyn olaraq, düzgün valideyn, mənim kimi atan valideyn yox. Çıxıb canlı ağzına gələn deyən valideynlərdən yox. Düzdür. Haqqında da kim pis danışırsa, Arzu fikir vermə, sən gözəl qızsan, həyat qabaqdadır, inşallah yaxşı olar. Əlbəttə ki, mən türmədə yatmayacağam. Türmədə yatılan görünəcək kim olacaq? Mən düzgün yola dəvət elədim, düzgün yolu seçdim. Burada sığınacaqda da hamı deyir ki, sən Mahirə gözəl baxmısan, kökəlmişdin, necə səliqəyə salmısan. Mahir bomuş həyatını sürmək istəyir, kimləri səndə rumkaya vurmaq istəyir. Getsin, yol açıqdır, Allah ondan da onu xoşbəxt eləsin. Başqa mən deyəcək sözüm yoxdur, bu qədər də Mahir söhbətimi bağlasın. Həqiqdən də deyirəm, mənim öz canım özümə bəsdir. Getsin, Mahirin axırda görəcək türmədə deyəcəklər, yalvaracaq o türmədə, onu da deyəcəm ona. Arzu, heç kimə fikir vermə, inşallah yaxşı olar. Vallahi mən onlayn işində işləyirəm, mən buna olacaq. Mən bir həftəmə 395 manat maaş götürürəm. İndi biraz düşmüşəm, başım bundan qarşı. Yenə həmənki arzu olacağam. Ev tutacağam, çıxacağam kürəyə, ya anamın yanına qayıdım. Bir dənə onu demək istəyirəm buradakılar. Anam canını açanda heç olmasa deyin ki, mən qutkam zadım yoxdur. Nəyizi paltarda qalmışam. Paltarlarımı göndərsin. Əgər deyir ha canlı, atam çıxır deyir ha canlıda Arzu Bərdəyə gəlsə polisə verəcəm. Buradan da məlumatı çatdırın canlı açanda ki, Arzu paltarlarını istəyir, gəlsin. Gəlmir Bərdəyə. Paltarlarını göndər heç olmasa. Bildim. Yəni nə istəsin, yəni köməklik edə bilərik, yəni ki, xoşdur. Valla Allah köməyində olsun. Dünən qızdırmam zadım qalxmışdı, heç özümdə dölüydüm, Allah'ın olsun. Xəstə eləmişdim, əynim nəzəkdir, yenə qutkam yoxdur. Balonkan qutu var, o da qolu qutu. Ona görə deyirəm ki, mənim paltarlarımı göndərsinlər. Başqa heç nə deyəcəm yoxdur. Ya Mahirlə bağlı, ya atamla bağlı, ya anamla bağlı. Al necə? Atalı analı yetim deyiləm. Evi yoxdur, olsun. Ya mən öləndə mənim valideynim mənim üstümə gəlməsin. Zaten bir həftəyə mən özümə qəsd edəcəm, bunu da bilin. Amma mənim ölüm səbəbkarımda valideynlərim olacaq. O buradan biraz işim azad olsun. Mən buradan çıxım, bilirəm nə qalacaq. Yox, elə demə ay Arzu. Ona çox sağ ol. Bugün gedəsən bizimlə sənə? Bəli, bizim veririk. Bugün açıqlamam, bugün mövzu bizdən olacaq. Mənlə və Mahirdən olacaq.
Bəzi adamlar kimi 3 nəfər, 4 nəfər rolda olacaqdı. Hamısı gələcəklər efirə. Hamısı. Mən zaten onu demək istəyirəm ki, Luna, təşəkkür edirəm hədiyyəncə. Onu demək istəyirəm ki, ay yazım, mən çünki mənə bir qəribə gəlmir. Çünki alışmışam. Evimin içində ola ərlərimi alıblar. O belə deyək, mənim aləmi dağıdan nə? Bu mənim üçün nədir? Bu mənim üçün, mən təəccüblü gəlmir. Bunu onu demək istəyirəm ki, yəni bəhrini mən yemişəm, astaftalarımı sizə ötürmüşəm. Bu qədər də basit. Hə. Yəni nə vaxt Sabirabada gəlməsisin, yəni gözümün üstünə yerim var, yəni gələ bilərsən. İnşallah gələcəm. Ceylan xanım gələdə gələcəm. İnşallah Sabirabada gələcəm. İnşallah gələndə gəlib qonağımız ola bilərsən. Müqalə təşəkkür edirəm can bacım. Təşəkkür edirəm. İnşallah kraliçə, inşallah. Mənə bilası vardı, burun 2 deşindən gəzim. Bilası vardı, mənə qaz gətirdilər. Sən o başqa ac qalanda o qazı mən heç özümdən, boğazımdan keçmədim. Sənə verdim ki, yazıqdır, 3 kişidir. Sənin 2 burun deşindən gəlsin. Haqqı haramın xoşun olsun sənin. Bax, bunu bu birsinə də demək istəyirəm. Sənə qızılamışamsa, haqqı haramın olsun. Başqa mən deyiləcək heç söhbətim yoxdur mən. Ayıbdır valla. Boş ver, lazım deyil. Yəni söysüz sevmək də sənə yaraşmır. Yəni özün də gözəl göytək qızsan. Elə durun. Yəni kommentdə yazanlar da gic-gic yazanlara yəni fikir verməyəcəklər. Hamısı pahalılığı çəkir. Elə durun. Ay, nə olub sizə? Kim Xabzə? Bu günləri Oo, necədir? Şəbəkəmdə. Mən şəbəkəmdən də kraliça düşür, donur, nə bilim, nə qayırır. Bəli, düz deyirsən. Zahir Baxşəliyevin sayəsində adam olduq, amma bizim Zahir Baxşəliyev məni tanıtdırdı, yayımladı. Allah köməyində olsun, Allah balasını saxlasın, Allah ruzunu versin. Burada ata-ana valideyn deyirsiniz, ha. Mənim atam, anam bəlkə mənim dişimi qoydurdu, bəlkə mənə əməliyyat elədi, bəlkə ginekoloq əməliyyat elədi, heç birini eləmədi. Yəni buradan valideyndən danışırsınız, mən valideynlərimi qatmı oradan. Yox deyim, mən yoxam. Allah necə təkdir, mən də elə təkəm. Bu qədər basit. Bəli. Saat neçədir uşaqlar? Kraliça təşəkkür edirəm, ürəyim. 12. Neçədir ki saat? 2 var. Ha? 2 var. 12'dir. Onun sonucu nə bilim neçədir? Özü telefonunda vardı, nə bax. Elektron saat. Mister, təşəkkür edirəm hədiyyəm üçün. Orada denə saat gör necədir? Mən elektron saatı bilməm dostlar. Saat neçədir? 2 var. Saat 1'dir. Biraz yarım saat oturum. Nöqtə atmayın da, çox xahiş edirəm. Bax, məcburam. 2 işləyir. Onda mən canlı yayıma bağlayayım dostlar. İnşallah akşam açacağım sizinlə. Görüşəcəm. Ekrana daha da yaxın əyləşin. Daha da nələr olacaq birazcık. Çayınızdan, kofenizdən. Elnur təşəkkür edirəm. Çayınızdan, kofenizdən, simişkanızdan nəyəsə gün dəyişər. Həqiqətən də böyüm dəyişər. Müzakirə olunacaq. İnşallah görəcəksiniz. Kimlər gəlib, kimlər şeyləyibdir. Allah'a emanet olun. Allah köməyinizdə olsun. Saat 9 tamamında veriş qutaranda da gələcəm. İnşallah sizinlə söhbət edəcəm. Ondan sonra işime qaydacağım. İşimlə işləyəcəm. Online işində işləyirəm. Allah'a şükür də ki qaydacağım. Öpürəm sizi, var olasınız.